Vaxtınız xeyir, kanalımın üzvləri və qonaqları. Bugün sizə qarpız haqqında, daha doğrusu qarpız mürəbbəsi haqqında danışacağım. Amma mürəbbəni qarpızın özündən yox, qabığından hazırlayacağıq. Niyə? Ona görə ki, tulamaq istəmirik. Yox, ağzımızın dadı dəyişsin, çayımızı nə ilə seçə bilək, bəzən də tortlarımızı, kekslərimizin üstünü bəzəyə bilək. Nəysə, deyəsən çox danışdım. Qarpızı sevməyən var görəsən. Məncə onu həm uşaqlar, həm böyüklər sevir. Canımıza isə nə qədər faydası olduğunu sizə danışsam, vaxtımız çatmaz. Ən çox da ki, qaraciyərimizi təmizləyir. Ona görə yayda çalışın qarpız yiyin, amma alanda elə yerdən alın ki, tanıdığınız, bildiyiniz yerlər olsun. Gördüyünüz kimi gözəl qarpızı indi biz kəsəcəyik. Burada rus dilində yazılar gedir, amma videonun axırında Azərbaycan dilində mən bütün resepti verəcəyim. Deməli, qarpızımızı yuvuruq və kəsirik. Kəsirik əlbəttə ki, yiyiləndən sonra qabıqları qalır və qabıqları tullamırıq. Onun bu çəhrayı yerini tamamilə təmizləyirik. Çünki pişirəndə görəcəksiniz, mən belə biraz saxlayıram ki, siz görəsiniz. Pişirəndə görəcəksiniz ki, sözün düzü o qədər də xoşa gələn olmur. Qırmızı. Deyirsiniz ki, bu qarpızın qabığı nə nazikdir. Elə mən belə nazik qarpız götürmüşəm ki, sizə göstərim ki, bundan da mürəbbə pişirmək olur. Yəni, qarpız mürəbbəsini pişirə bilən adamların çoxsu nazik qabıq qarpızı bəyənmirlər və qabığı tullayırlar. Amma yox, elə deyil. Nazik qabıqdan da pişirmək olur. Qalın qabıqdan sözsüz ki, daha yaraşıqlı alınır. Onu daha çox pişirmək lazımdır. Bu isə daha tez pişir və heç də pis alınmır. Qabığını səliqə ilə çıxardırıq. Sonra isə deməli qalan ağ hissədən ürəyimiz istədiyimiz kimi bir formada bunu kəsə bilərik. Ya 3 günc, ya 4 günc, ya uzun, ya da ki belə tort üçün formalar var, keks üçün formalar var. Ayı, ürək, ay, ulduz, hansından istəsəniz kəsə bilərsiniz. Onun heç də fərqi yoxdur. Amma ki, burada nəzərə alın, əgər biz nazik qabıqlar pişiririksə, biraz formamız xırda olmalıdır. Yəni ki, kvadrat ya üçgünc necə kəsirsinizsə, onu birazcık xırda kəsin. Bunu kəsəndən sonra mütləq deməli biz sodalı suya qoymalıyıq. İndi keks qırağı mən kəsirəm, biraz dili olacaq. Yəni ki, bunun heç birinin əhəmiyyəti yoxdur. Necə kəsirsiniz, nə ilə kəsirsiniz, heç bir fərqi yoxdur. Əsas odur ki, qalın qabığa nisbətən xırda olsun. Çay sodası götürürük. Hardasa litr yarım suya ya 1 litr suya 5 xörək qaşığı dökəcəyik. Yaxşı qarışdırın. Elə qarışdırın ki, dibində deməli xırdası qalmasın. Bəzi adamlar bunu isti suya dökür. Xeyr, bunu soyuq suda qarışdırmaq lazımdır. Tamamilə əridirsiniz. Ondan sonra qarpız qabıqlarınızı onun içinə əlavə edirsiniz. Bu nəyə görə lazımdır? Bunun üçün lazımdır ki, qarpız qabığını pişirəndə o yumuşaq əski kimi olmasın. Dişinizin altında xırtıllasın. Elə bir xiyar yeyəndə necə xırtıldayır, ya elə qarpızın özünü yeyəndə necə xırtıldayır. Bax, o cürə xırtıldayacaq. Amma ki, suya qoymamışdan qabaq qarpızınızı zəhmət olmasa çəkin. Yəni, təmizlənmiş qarpız qabığınız nə qədərdirsə, şəkəriniz o qədər olmalıdır. Ona görə çəkin. Yarım kilodursa yarım kilo, 1 kilodursa 1 kilo, 1 kilo 200-dürsə 1 kilo 200.
Nə o yana, nə bu yana. Onda sizin mürəbbəniz nə xarlayar, nə də ki, kif atar. Əlbəttə qalsa. Çünki bu mürəbbə heç qalmır, yeyilir, gedir. Qəşəngcə qarışdırın ki, hər tərəfinə bu sodalı su dəysin və ən azı 4 saat bunu suda saxlayın. Yəni 2 saatdan 4 saata qədər suda qalmalıdır. Qalınlığını görürsünüz. Vəssalam, bu hazırlıq işimizdir. Ondan sonra götürürsünüz. 4 saat keçəndən sonra bunu yaxşı-yaxşı yuyursunuz. 3-4 dəfə yuyursunuz. Və süzgəcə qoyun, suyu axsın, tökülsün. Sonra şərbətinizi bişirirsiniz. Şərbəti necə bişirmək lazımdır? Şəkərinizin yarısını 3 stəkan suya tökün və qoyun qaynasın. Yəni ki, biz 1 kilo əgər qabığımız varsa, 3-4 stəkan su götürə bilərsiniz. 3 götürsəniz elə bəs eləyir və şəkərin yarısını ora tökürsünüz, bişirirsiniz bunu. Bir 5 dəqiqə qaynadıqdan sonra qarpız qabıqlarınızı ora əlavə edə bilərsiniz. Əlavə etdiniz, qoyun qaynasın. Yarım saat. Qaynara düşəndən sonra yarım saat qaynadın. Sonra çəkin qoyun qırağa, bax bu vəziyyətdə olacaq. Çəkin qoyun qırağa, soyusun. Bunu axşam edirsinizsə səhərə qədər soyusun, səhər edirsinizsə axşama qədər soyusun. Yəni bir 10 saat soymalıdır. Soyusun deyəndə ki, qarpız şirəni öz canına çəkəcək və gördüyünüz kimi suyu belə durub, özü isə elə bir şirəli halda olacaq. Amma bu hazır deyil. Sonra yenidən bunu ocağa qoyursunuz və qalan şirəni əlavə edirsiniz. Yəni şəkər tozunu əlavə edirsiniz və bir də yarım saat qaynadırsınız. Daha doğrusu yarım saat demək düzgün deyil. Ona görə ki, mən bilmirəm sizin ocağınızın altı necə olacaq. Vamla qaynayacaq, ya güclü qaynayacaq. İkinci dəfə şəkəri əlavə edəndə buna 4-5 dənə qərənfil, bir dənə də limonu nazik-nazik kəsib doğrayırsınız. Limon ona görə lazımdır ki, sizin qarpız mürəbbəniz tamlı olsun, həm də xarlamasın. Bəzi adamlar limon duzu tökür. Görürsünüz necə köpüklənir. Deməli, əgər qaynayan vaxtı qazanın qırağındadırsa köpük, ya tazınızın qırağındadırsa köpük, bu hələ hazır deyil. Bütün üzündə köpük olmalıdır. Köpük deyəndə ki, qaynama qabarcıqları. Və nəhayətdə belə bir mürəbbəniz alınacaq. Şəffaf, gözəl və ləzzətli. Sizə arzulayıram ki, mürəbbəni bişirə biləsiniz. Yəni, həvəsiniz olsun, canınız sağlam olsun, xoşunuza gəldisə, yenə də gəlin kanala. Bəyənmədinizsə, baxmaya bilərsiniz. İndi isə sizə Azərbaycan dilində nə lazımdırsa, onu yazıb təqdim edirəm. Hələlik sağ olun, xudahafiz, sağlıqla qalın. Ailənizin, bağlarınızın, özünüzün qədrini bilin.